Bəli, əziz qardaşlar, bugün sizlərdən soruşsaq ki, insanları cəhənnəmə aparan ən böyük səbəb nədir deyə sual eləsək, təbii ki, bir çoxumuzun cavabı dil olacaqdır. Yəni, insanları cəhənnəmə sürüklənməsində əsas aparıcı rolu insanın dili oynamaqdadır. Ona görə də biz müsəlmanların da ən çox üzərində dayanmalı olduğumuz mövzuların başında da dil gəlməkdədir. Dil və onun bəlaları, yəni dil nədir və onun bəlaları necə formada olur, bunu düşünməyimiz lazımdır. Və həqiqətən də baxdığımız zaman dil elə bir orqandır ki, Allah Taala'nın bizlərə vermiş olduğu ən böyük nemətlərdən biridir. Yəni, nə mənada böyük nemətdir? Yəni, təsəvvür edin ki, heç kim danışa bilmir. Yəni, Allah Taala bu orqanı bizə verməyibdir və biz də bir həyat yaşayırıq. Görün, bizim həyatımız o zaman nə qədər çətin olardı. Yəni, biz ünsiyyəti necə saxlaya bilərdik? Necə cəmiyyətdə bir yer tutardıq, gedib işləyərdik, nəsə bir şey qazanardı, dolanardıq. Bu, demək olar ki, mümkünsüzə yaxın qədər bir şey olardı. Ona görə də gör Allah Taala hər şeyə o qədər incəliyinə kimi fikirləşib ki, bizim ünsiyyət qurmağımız üçün dil kimi gözəl bir neməti bizə veribdir. Amma təbii ki, bunun yanında Allah Taala'nın bizdən istədiyi bəzi şeylər də vardır ki, həmin o dillə yaxşı şeyləri danışın, həmin o dillə boşboğazlıq eləməyin, yerli-yersiz şit zarafatlara qaçmayın, çalışdığınız qədər məni zikr eləyin, məni xatırlayın. Çünki bu neməti sizə verən kimdir? Sizə verən mənəm. Mənim qədrimi bilin dolayısıyla. Bunu Allah Teala bizə demiş olur, əziz qardaşlar. Ona görə də biz müsəlmanların üstünə düşən əsas vəzifə odur ki, qardaş, dilimizə sahib çıxmalıyıq. Dilə Allah Teala neməti bilməli və ondan istifadə edərkən də aleykümselam 5 dəfə, 10 dəfə fikirləşib sonra danışmağımız lazımdır. Ona görə də gözəl bir söz vardır. Yəni, müsəlmanın tərifi, yəni müsəlman necə olmalıdır sualının cavabı vardır. Deyir, müsəlman düşüncəsi təfəkkür, danışması zikir və hərəkətlərində də başqalarını örnək olan bir kimsə olmalıdır. Yəni, bu həqiqətən də müsəlmanın bir tərifidir və həmçinin də boş sözlərdən uzaq qaçmalı, faydalı şeyləri danışmağa çalışmalıdır. Ona görə də əziz qardaşlar, baxdığımız zaman buyurulur ki, deyir, zaman çox sürətlə irəliləyir və zaman qızıldan dəyərlidir. Ona görə də siz də əməl dəftərinizi gözəl sözlərinizlə yükləyin və axirət yolculuğunuz üçün çamadanınızı hazır etmiş olun, deyir. Bir başqa bir ifadə vardır. Deyir, 5 dənə xüsusiyyət vardır. 5 xüsusiyyət vardır ki, kim də bu 5 xüsusiyyətin 5-i də cəmlənmişdirsə, demək ki, bu adam imanı dərk eləyibdir. Yəni, imanın nə olduğunu bilib və Allaha həqiqi bir şəkildə inanıbdır və 5 xüsusiyyət kimdə varsa. Soruşurlar ki, bu xüsusiyyətlər hansılardır? Bunların birinci gələn səbr eləməkdir. Yəni, bəlalara səbr eləmək, daha sonra neymətlərə şükür eləmək, daha sonra gözəl şeylər danışmaq, pis şeylər danışmaqdan özünü kənara qoymaq və dördüncüsü namazlarını vaxtına qılmaq və beşincisine isə baxdığımız zaman münaqişələrdən qaçmaqdır. Yəni, münaqişələrdən qaçmaq da insanın imanının gözəlliyindən olan əlamətlərdən biri kimi qarşımıza çıxır. Yəni, əziz qardaşlar, bir söz bizə bəsit bir şeymiş kimi gəlir. Bəs yaxşı, dində niyə danışığın üstündə bu qədər durulur? Yəni, çünki danışdıqlarımızın bilavasitə bizim həyatımıza çox böyük təsiri vardır, əziz qardaşlar. Məsələn, bir dənə misal verəcəm, bir rəvayətlə misal verəcəm. Deyir, bir mismar bir atı, bir at bir əskəri, bir əskər də bir ordunu həlak eləyər. Yəni, bu məşhur bir deyimdir, dünya üzrə yayılmış bir sözdür. Yəni, nə mənaya gəlir bu? Məsələn, tutaq ki, bu döyüş vaxtıdır. Həmin döyüş vaxtı düşmən qoşunları sənin ordunun üzərinə gəlir və sənin ordunun sayı da onlara baxarkən azdır. Sən bir nəfər adamı kəşfiyyata göndərirsən ki, get atla onları izlə, gör, onlar haradan gələcək, sayıları neçə nəfərdir, bəlkə bizim onlarla vuruşmağa gücümüz, taqətimiz yoxdur. Bu şəkildə onları bir cəsus göndərir, amma həmin cəsusun atını nallayan adam səhlənkar davranıbdır, həmin nalı mismarın bərk vurmayıbdır, yəni səliqəli şəkildə nallamayıbdır. Ona görə də həmin at axsadığına görə həmin əskər də nə eləmiş olur? Düşməndən qaça bilmir, o cəsusu orada yaxalayırlar və beləcə həmin əskər də həlak olur. Həmçinin həmin əskər o xəbəri çatdıra bilmədiyinə görə, yəni düşmən qoşunlarının sayının çoxluğunu öz ordusuna gətirib bildirə bilmədiyinə görə həmin ordusu da məlumat əksikliyi səbəbilə həlak olur, əziz qardaşlar.
Və eləcə insanlar da belədir. İnsanlar da necə ki bir nalın əksik vurulmasına görə bir ordu həlak oldu. Eləcə də bir sözün səhv deyilməsinə görə də nə qədər insan həlak ola bilər. Məsələn, tarixə baxdığımız zaman neçə nümunələr var ki, qəzəbləri səbəbilə sırf bir sözə görə bir nəfər gedir 5 nəfəri öldürür, 10 nəfəri öldürür. Nəyə görə? Dilinin qurbanı olur, ona görə bu şəkildə faciələr baş verir. Və yaxud da bir də bir gözəl rəvayət daha var. Bir dəfəsində bir məscid imamı, aleykümsalam, bir məscid imamı gəlir məscidin həyətindən daxil olur. İndi qıraqdan da bunu izləyirlər də. Aleykümsalam. Baxırlar ki, bu imam getdi, ayaq yoluna daxil oldu. Ayaq yolundan çıxandan sonra bu dəstəmaz almadı. Təkcə əllərini yudu və gəldi cəmaata namaz qıldırdı. Yəni bunu belə görürlər. Deyirlər, qardaş, bu ayaq yoluna giribdi. Ayaq yoluna çıxandan sonra dəstəmaz almaq lazımdır axı. Bu necə oldu dəstəmaz almamış, gəlib cəmaata namaz qıldırır. Bunu bir nəfər belə edən görür və başlayır onun arxasıca danışmağa. Gedir cəmaatın arasında yayır ki, bəs bizim imamımız dəstəmazsız namaz qıldırır. Yəni cəmaat da belə təşvişə düşür. Bu ona deyir, o buna deyir. Axırda başlayır həmin imam haqqında çoxlu şayiələr gəzməyə. Və sonrasında axırda imam da bezir, çıxır gedir həmin məsciddən, uzaqlaşır. Həmin işini də atmaq məcburiyyətində qalır. Çünki cəmaat artıq onu qovacaq dərəcəyə qədər gəlib çıxır. Sonradan həmin imamın arxası ilə danışan bir adam bir gün xəstəxanaya gedirmiş. Həmin xəstəxanaya gedəndə həkim ona bir iynə vurur. İynə vurduqdan sonra təbii ki, qan gələndə dəstəmaz pozulur. Əgər qan gəlməzsə, dəstəmaz pozulmaz. O zaman həmin adam da gəlir, ayaq yoluna girir, məscidin ayaq yoluna. Görün, mənim həmin iynə vurduğum yerə qan gəlibmi, yoxsa gəlməyibmi? Qan gəlsə dəstəmaz alacağım, qan gəlməsə ilə dəstəmaz almadan gedib cəmaata qoşub namazımı qılacağım. Və o şəkildə elədiyi bir vaxtda birdən öz-özünə fikirləşir ki, ayda, bəlkə elə imam da sırf bu iynənin yerini yoxlamaq üçün ayaq yoluna giribdir. Bəlkə heç ayaq yoluna girəndə sırf o yaranın qanayıb qanamamaq məsələsini öyrənmək üçün girirmiş. Sonradan bu adam bunun bu şəkildə davrandığını anlayır və bilib-bilmədən arxasında danışdığına görə çox peşman olur və gedir imamı axtarır ki, gedin bundan halallıq alın və əziz qardaşlar, o imamı da tapa bilmir və ömrün axırına qədər də o şəkildə belə deyək ki, özünün içində bir içini yeyir ki, mən necə ola bilər ki, bir insanın haqqına girdim, bir insanın haqqında bilib-bilmədən danışdım və onun işinə, həyatına mənfi təsir göstərim. Yəni bu şəkildə bizim bəzən başqa cür gördüyümüş olduğumuz əməllərin arxasında başqa hikmətlər gizlənə bilər, əziz qardaşlar. Ona görə də bilib-bilmədən çalışdığımız qədər başqaları haqqında az danışmağımız lazımdır. Və məsələn, o vaxtları Qurani-Kərimdə də keçir, Həzrət Məryəm anamızın susma orucu tutması, yəni susma orucu oldu bu vaxtları. İnsanlar sırf dillərinə sahib çıxa bilmək üçün bir gün, 2 gün, 3 gün yeyib içiblər, amma sırf danışmamaqla bir oruç tutublar. Yəni ki, dilimi qoy tərbiyə eləyim. Çünki insan elə olur ki, bəzən çox danışırsan, bir də baxırsan ki, özün istəmədən yersiz yerə, yersiz bir vaxtda ağzından istəmədiyin bir söz çıxır. Bu nəyə qaynaqlanır? Bu insanın çox danışmağından qaynaqlanır. Yəni ona görə də susma orucu tuturlar ki, qoy biz dilimizi tərbiyələndirək. Bu şəkildə yalnız lazımı olduğu şəkildə danışaq məsələn. Ona görə də məsələn deyir ki, hər səhər yuxudan qalxdığınız zaman bütün bədəniniz deyir dilinizə yalvarır. Dilinizə yalvarır. Deyir ki, sən doğru danış, doğru yolda ol ki, biz də doğru olaq. Əgər sən yanlış danışsan, bu bütün bədənin orqanlarının yanlış yola getməsinə gətirib çıxaracaqdır. Ona görə də Peyğəmbər s.ə.v-in gözəl bir hədis şərfi vardır. Allah Resulü s.ə.v buyurur ki, 3 qrup insan vardır. 3 qrup insan var. Bunlardan bir qrupu qazançlı olan insanlardır. Qazançlı olan insanlardır. Bir qrupu səlamətdə olan insanlardır və bir qrupu da həlakda olan insanlar, yəni 3 qrup insandan danışır. Soruşurlar ki, ya Resulullah, qazançda olan insanlar kimlərdir? Deyir, onlar Allahdan danışan kimsələrdir. Yəni, dilindən Allah düşməyən kimsələrdir ki, onlar qazançdadılar. Sonra Həzrət Peyğəmbərdən soruşurlar, deyirlər ki, ya Resulullah, bəs səlamətdə olan insanlar kimlərdir? Allah Resulü sallallahu aleyhi ve sellem qayıdır ki, səlamətdə olan insanlar susan insanlar. Yəni, susan insanlar səlamətdədir. Çünki bu, yanlış söz söyləməyəcək və beləcə günah qazanmayacaq. Və soruşurlar ki, ya Resulullah, bəs həlakda olan insanlar kimlərdir? Həlakda olan insanlar isə, əziz qardaşlar, onlar boşboğazlıq edən insanlardır, deyir. Yəni, ağzına gələn danışan insanlar isə deyir, həlakda olan kimsələr qrupuna daxildir. Ona görə də sırf səlamətdə qala bilmək üçün susmağın, deyir, çox böyük bir əhəmiyyəti vardır. Məsələn, bəzi insanlar var, deyirlər ki, İslam alimləridir. Bəzən deyir, bizdən bəzi ortamlara düşürük, deyir.
orada bir məsələ haqqında o qədər çox danışmaq istəyirik ki, necə ki səhrada olan bir dəvə suyu necə həsrətlə baxırsa, biz də o ortamlarda danışmağa belə həsrətlə baxırıq. Amma sırf deyir, yanlış danışa biləcəyimizə görə, nəsə bir şeyi səhv deyəcəyimizə görə deyir, susuruq deyir və biz orada heç nə söyləmirik deyir. Yəni, bu şəkildə susaraq deyir, həyatımıza davam edirik. Çünki əziz qardaşlar, deyir, elə söz var ki, sən onu söyləyərsən və həmin söylədiyin, aleykümselam, söylədiyin sözə görə Allah Taala deyir, əbədiyyən səndən razı qalar. Yəni, bir dənə sözə görə Allah Taala əbədiyyən deyir, səndən razı qalar. Amma bəzən də deyir, elə bir söz söyləyərsən ki, sırf bir dənə sözə görə Allah Taala sənə əbədiyyən deyir, qəzəb edərdi. Yəni, bir sözlə bu şəkildə həyat sürmək mümkündür, əziz qardaşlar. Hətta bir rəvayət də var. Rəvayətdə qeyd olunur ki, deyir, 2 dənə dost olurlar. 2 dostun biri kənd yerində yaşayır, digəri isə şəhər yerində yaşayır. Şəhər yerində yaşayan dost, nə bilim, zina edir, içki içir, nə bilim, qumar oynayır, yəni bildiyimiz bilməmiz bütün günahları işləyir. Amma kənd yerində yaşayan dostu isə namaz qılır, məscidə gəlir, ibadətlər edir, günahlardan son dərəcə uzaq qaçmağa çalışır. Bu zaman əziz qardaşlar, 2 dostun görüşdükləri zaman namaz qılan dost onu namaza dəvət edir, amma əxlaqsızlıq edən isə onu pis yola dəvət edir. Yəni 2 dost biri digərini yaxşı yola çağırır, digəri isə o birisini pis yola çağırır. Bu zaman əziz qardaşlar, vaxt irəlilər, zaman keçir, heç biri digərinin dəvətini qəbul eləmirlər. Nəhayət, onlar müəyyən yaş həddinə gəlib çatdıqlarında axıllarında bir düşüncə yaranır. Namaz qılan adam deyir ki, nə qədər deyir namaz qılmaq olayı, illərlə də namaz qılıram, illərlə də oruç tuturam, salih əməllər işləyirəm, bir dəfə də gedim mən dostumla istirahət edeyim, nə bileyim, içki içeyim, belə günahlar edeyim, düşünür öz düşüncəsi ilə və kənddən çıxır şəhərə doğru bu niyyətlə o əməlləri işləməyə. Həmin şəhərdə yaşayan dostu isə öz-özünə düşünür ki, nə qədər deyir günah işləmiyorlar, qardaş. Mən də gedim kənddəki dostumun yanına, o ilə birlikdə namaz qılım, qoy mənə namazlar gəlsin. Bu şəkildə düşüncəyə o da yola çıxır, əziz qardaşlar. Məsələn, bunlar yolda olarkən ikisinin də əcəli gəlib çatır, ikisi də dünyalarını dəyişirlər. Və bu zaman həmin namaz qılan cəhənnəmə gedir, həmin o dindən, imandan uzaq yaşayan, yəni günahları çox olan adam isə cənnətə gedir. Bu zaman gəlir, soruşur ki, Allah Teala, ay Rəbb, mən bu qədər vaxt namaz qılırdım, mənə cəhənnəmə atdın, bunu niyə cənnət atdın? Allah Teala qayda edir ki, əsas olan deyir, son nəfəsdə nə ilə getməyindir, son niyyətimin nə olmasıdır. Məsələn, elə adamlar var ki, illərlə namaz qılır, amma son nəfəsdə gəlir, elə bir günah işləyir, elə bir Allahdan qəzəbinə düçar olur ki, o cəhənnəmə gedir. Məsələn, elə bir adam da var ki, başqa cür bir həyat yaşayır, amma ömrünün sonlarına doğru, yəni səhvini anlayır, bu şəkildə doğru yola gəlir və o beləcə cənnətə getmiş olur. Ona görə də əziz qardaşlar, yəni imtahan bitənə qədər bizim davam etməyimiz lazımdır. Yarıda buraxmamalıyıq və bunun üçün də Allah Taalaya dua etməliyik və həmçinin də sözümüzün canı ondadır ki, Allahın qəzəbinə düçar olacaq, nəinki əməllərdən, hətta sözlərdən belə mütləq şəkildə uzaq durmağımız lazımdır. Məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm nə buyurur? Deyir ki, axirətdə atəşdən qayçı ilə dilləri kəsilən insanlar gördüm, deyir, meyraca çıxarılanda. Soruşdum ki, ey Cəbrail, bunlar kimlərdir? Deyir, onlar yalan danışan kimsələrdir. Yəni, təsəvvür edin ki, atəşdən normal qayçı ilə adam dilini kəsilir, o bəs edir adama, amma bir də atəşdən qayçı ilə insanın dilinin kəsilməsi, görün adama nə qədər böyük bir Allah tərəfindən verilən bir cəzadır, əziz qardaşlar. Ona görə də Həsən Əl-Bəsri rəhmətullahi aleyhin gözəl bir sözü var. Deyir, insanlar var ki, yalan danışmaqla, haram qazanmaqla dünyadakı evlərin genişlədirlər, amma axirətdəki, qəbirdəki evlərini daraldırlar. Yəni, əziz qardaşlar, biz bugün nəsə bir işimizi asanlaşdırmaq üçün, nəsə bir dünya baxımından qabağa getmək üçün bəzən yalan danışa bilərik, bəzən başqasına belə başqa cür bir sözlər söyləyə bilərik, amma biz onu da unutmamamız lazımdır ki, o zaman biz dünyadakı işlərimizi asanlaşdıracağıq, amma buna paralel olaraq axirətdəki işlərimiz də ona müqabil çətinləşmiş olacaqdır, əziz qardaşlar. Ona görə də bu bir-biri ilə tərs mütənasib olan şeylərdir. Burada günah eləsək, orada cəzasını çəkəcək, əziz qardaşlar. Burada savab işləsək, bunun savabın qarşılığında orada görünmüş olacaq. Məsələn, deyir, bir quş, baxırsan ki, ətrafa bir-iki dənə buğda tökülüb, həmin buğdanı yemək üçün birbaşa gəlib buğdanın yanına qonmur. Nə edir?
ətrafdan biriniz gözətləyir. Gözətdikdən sonra 2 addım atır, 1 addım dala qayıdır. 2 addım, 1 addım dala qayıdır. Yəni bir dənə buğdanı götürüb yeməkdən ötürü sırf onu tutmasınlar deyə, ona zərər vurmasınlar deyə 10 dəfə götür qoy eləyir, sonra gəlir o buğda dənəsini götürüb yeyir. Yəni biz insanlar isə amma baxırıq ki, elə bəzən olur ki, düşünüb düşünmədən dilimizdən nə çıxırsa danışırıq. Bunun vəbalını da düşünmürük ki, bu söylədiklərimizə görə Allah bəlkə bizi cəzalandıra bilər. Ona görə də əziz qardaşlar, başqa bir hədis şərifdə keçir. Deyir ki, bəzi adamlar da var ki, cəhənnəmdə deyir, onların ağzından irin və qan töküləcəkdir deyir. İrin və qan töküləcək. Bunlar kimdir deyə soruşanda qayıdır ki, onlar deyir, dünyada ikən elə ağızlarının məcazi mənada irin qan tökülən insanlar deyir. Məsələn, bugün baxırıq da ətrafımızda olur, ağzından belə pislə çıxmaz, zəhrimar tökülür adamların. Yəni, hər şeyini şikayətlənirlər, nə kobud, ona kobud, buna kobud, hər şeyi mənfi cəhətdən baxırlar. Bu şəkildə mənfi fikirlər səsləndirirlər. Bəzən uyğun olmayan ifadələr söyləyirlər və deyir, onların cəzaları cəhənnəmdə odur ki, onların ağızlarından deyir, irin və qan töküləcəkdir deyə bu şəkildə Peyğəmbər sallallahu aleyhi ve sellem bizlərə buyurur. Ona görə sonda əziz qardaşlar, unutmayaq ki, bu belə deyək ki, dil Allahın bizə olan əmanətidir. Biz o əmanəti necə ki Allah Teala bizə təmiz vermişdi, necə ki Allah Teala bizə bir nemət olaraq vermişdi, bizim də onu təmiz saxlamağımız və pis sözlərdən uzaq tutmağımız lazımdır ki, sabah axirətdə o əmanəti sahibinə qaytaranda Allah Teala'nın qəzəbinə düçar olmayaq. İnşallah Allah Teala dua edək ki, Yüce Rəbbimiz bizi davamlı doğru söz söyləyən bəndələrlə qərar versin. Allah Teala'ya dua edək ki, Yüce Rəbbimiz pis sözlərdən, yanlış ifadələrdən bizləri qorusun. Və ən əsası da bəzən bilmədən ağzımızdan çıxa biləcək o Allahın qəzəbinə səbəb olacaq o sözləri bizdən uzaq eləsin Allah dua edin inşallah. Selamun